Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala imamil mursalin və ala alihi və ashabihi əcma'in. Əmmə ba'du. Esselamu aleykum və rahmetullahi və bərəkət. Əziz və dəyərli müsəlman qardaş və bacılarım, İbn Qudamə rahimehullahın Umdetül Fiqh kitabının qiraətinə davam edirik. Sonra müəllif rahimehullahu teala buyurur ki, it və donuzun murdarlığı 7 dəfə yuyulur. Onlardan birincisi torpaqla olmalıdır. Digər murdarlıqlarda 3 təmizləyici yuma kifayətdir. Deməli, əgər mətnə fikir versəniz, müəllif rahimehullah burada donuzu itə qiyas etdi. Müəllif o fəqihlərdəndir ki, onlara görə donuzun murdarlığı eynən də elə itin murdarlığındandır. O yüzden də itin ağzı hara dəyərsə, haranı bulaşdırarsa, hansı formada yuyulursa, donuzun da ağzı hara dəyərsə, it barədə varid olan yuma onu donuza da aid ediblər. Lakin o ki qaldı, itin ağzının dəydiyi yerin murdar olub və onu bu şəkildə mətndə varid olduğu kimi yuyulmasına, təbii ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən nas varid olmuşdur. Rasulullah sallallahu aleyhi və səlləm buyurub ki, sizlərdən birinizin qabına itin ağzı dəyərsə, onu 7 dəfə olmaqla birincisi torpaq, digərlərini isə su ilə yusun. Ümumiyyətlə, it də, donuz da, hər ikisi də zatı etibarı ilə nədirlər? Nəzasətdirlər. Hər şeylər, ağızlarının suyu, əti, qanı, tükü, bütün zatı etibarı ilə hamısı nədir? Nəzasət sayılırlar. Ona görə də sən əlin istaq şəkildə və yaxud itin özü tükü istaq olduqda və yaxud donuzun dərisi, tükü istaq, rütubətli olduğu halda əli oraya sürtərsənsə, artıq əlin nəzasətli sayılar və o əli nə etmək lazımdır? Yumaq lazımdır. Təbii ki, itin ağzının suyunun dəydiyi yer nə şəkildə yuyulursa, o şəkildə yuyulmayacaq. Niyə görə? Çünki hər iki heyvan özü də nədir? Zatı etibarı ilə nəzasət sayılırlar. O ki qaldı itə, yəni it də dediyimiz kimi zatı etibarı ilə bütöv nəzasət sayılır. İtin ağzının dəydiyi yerin yuyulması necə ki, nasda varid olub 7 dəfə. Birincisi torpaqla sürtülməklə, torpaqla silinməklə, digərləri isə su ilə yuyulur. Yaxşı, bəs əgər itin ağzının dəydiyi yeri torpaqla deyilsə, torpağı əvəz edən müasir bir vasitələrlə sabun, yuyucu tozu və s. və ilaxır kimi şeylərdən istifadə etmək olarmı, yoxsa yox? Alimlər bu məsələyə 2 yöndən yanaşıblar. Birinci yön odur ki, bəzi elm əhli deyib ki, burada Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, torpaqla yuyulması bu təabbududur. Təabbudu, yəni bu ibadət növlərinə aid edilir. Necə ki, əsla və əsla həccin edilmə forması, namazın qılınma forması dəyişilə bilməz, yalnız varid olan formada qılınmalı, əda edilməlidir. Burada torpaqla yuyulmağın varid olması da bu qəbildəndir. İllah ki, torpaqla olmalıdır, başqa şeylə ola bilməz. Bəzi elm əhli bu cür yanaşıb. Lakin bəzi alimlər isə torpaq daha çox təmizləyici xüsusiyyəti olduğu üçün Rasulullah sallallahu aleyhi və səlləm onu qeyd edib deyirlər bəzi elm əhli. Ona görə də onlar deyirlər ki, təmizlikdə, nəzasəti aparmaqda torpağı əvəz edən ikinci bir şey, müasir bir vasitə varsa, onu istifadə etmək olar. Və doğrusu da budur ki, həmçinin mənim də qənaətbəxş olduğum görüş odur ki, torpağı əgər sabun və yaxud digər bir müasir vasitə əvəz edirsə, onu torpaq ilə əvəz etmək olar. Və mətndə də gördüyünüz kimi müəllif rahimehullah burada
donuzu itə qiyas etdi. Nəinki müəllif, digər bir neçə elm əhli donuzu nə ediblər? İtə qiyas ediblər. İtin ağzının suyu haranı bulaşdırarsa, hansı formada yuyulursa, deyirlər ki, donuz da o cürdür, donuzun da ağzının suyu, ağzı hara dəyərsə, o cür yuyulmalıdır. Hər ikisinin də murdarlıqda eyni olduğu üçün belə deyirlər. Lakin cümhur alimlər isə demiş ki, donuzun murdarlığı digər murdar olan şeylər kimidir. Elə də fərq etmir. Onun murdarlığından 7 dəfə yumağa ehtiyac yoxdur. Digər murdar şeylər nə cür yuyulursa, donuzun da ağzı dəydiyi yer o cür yuyulur. Yəni, itə aid deyildir, itə qiyas etmək olmaz. Nəyə görə? Çünki sahabə Əbu Sə'ləbə radiyallahu anhu bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmə belə bir sual verir. Deyir ki, ey Allahın elçisi, biz tez-tez əhli kitabın torpaqlarına səfərlərə gedirik. Onlar da şərab içib donuz əti yeyən bir qövmdür. Onların qabları barəsində nə deyə bilərsən bizə? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o qabları əvəzləyən bir şey tapdığınız müddətcə o qabları tərk edin. Yox, əgər əvəzinə başqa bir şey tapmasanız, o zaman onları su ilə yuyub istifadə edə bilərsiniz. Bu hədisi dəlil gətirən alimlər deyirlər ki, artıq Rasulullah sallallahu aleyhi və səlləm bu hədisdə bir say qeyd etmədi. Yəni, bəllidir ki, söhbət hədisdə nədən gedir? Donuzdan gedir, donuz ətindən gedir, itdən getmir. Və Rasulullah sallallahu aleyhi və səlləm də bunu bilirdi. Və hədisdə də keçdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o qabların yuyulmasında nə etmədi? İtin ağzının dəydiyi yer nə cür, o qab nə cür yuyulursa onu qeyd etmədi. Bu da dəlildir ki, donuzun ağzının dəydiyi yeri 7 dəfə yumaq vacib deyildir. Məhz elə buna görə də donuz itə qiyas edilməz. Bu hökm, bu cür yuyulma forması yalnız nəyə aiddir? İtə aiddir. O ki, qaldı digər murdar şeylərin təmizlənməsinin forması hansı şəkildə təmizlənməlidir? Nəzasət, insanın bədəninə düşən, paltarına düşən, namaz qıldığı yerə düşən nəzasət nə cür təmizlənməlidirsə, yəni bu barədə Həmbəli məzhəbində 3 görüş var. Birinci görüş odur ki, murdar şey, istər paltarda, bədəndə və yaxud namaz qılan yerdə olsun, ən azı 3 dəfə nə olmalıdır? Yuyulmalıdır. Bu ən azıdır. Deməli, 3-dən yuxarı sən zəruriyyətə baxırsan. Getməyibsə 4 dəfə, getməyibsə 5 dəfə və s. və ilaxır. Bu həmçində Şeyxülislam İbn Teymiyyə rahimehullahın da nə idi? Görüşüdür. İkinci görüş odur ki, bu məzhəbdə daha yayğındır, məzhəbdə daha məşhur olan bir görüşdür. O da nədir? İtin ağzının dəydiyi yer nə cür şəkildə yuyulursa, birincisi torpaq, yerdə qalan sayları isə su olmaq şərti ilə, digər nəcisin dəydiyi yerlər də bu cür yuyulur. Bu da məzhəbdə nədir? İkinci görüşlərdən biridir. Deməli, onların isnad etdikləri nə var? Bir hədis var. Güya Rasulullah sallallahu aleyhi və səlləm buyurub ki, biz murdar şeyləri 7 dəfə yumaqla əmir olunmuşuq. Lakin bu hədis səhih deyil və heç bir əsası da yoxdur. Üçüncü görüşə gəldikdə isə, üçüncü görüş odur ki, murdar olan şey, onun özü, zatı aradan qaldırıldıqdan sonra onun üzərinə, onun yerinə çoxlu sayda su tökülərək yuyulur. Lakin bu nəzasətin yerdə, torpaq üzərində və asfalt üzərində olmasına aid deyil. Xülasə, doğru olan isə budur ki, təmizlik işlərində, nəzasəti təmizləmə işlərində bir sayı təqdir etməyə ehtiyac yoxdur. Murdar şeyin aradan qalxdığını hiss etdiyinə qədər nə edirsən? Yuyursan. Əsas olan nəzasətin özünü aradan qaldırdıqdan sonra onun yerini ora təmizlənə qədər yumağındır. Sonra müəllif rahimehullah təala buyurur ki, əgər murdar şey yerdədirsə, o gedənə qədər üzərinə su tökülür. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə əsasən bədəvinin, bövlünün üzərinə bir vedrə su tökün. Müəllif rahimehullah burada Peyğəmbər sallallahu aleyhi və səlləm dönəmində baş verən məşhur və çoxlarınızın bildiyi hədisə nə edir? İşarə edir. Əgər nəzasət yerdədirsə,
oranın yuyulması üçün üzərinə vedrə həcmində suyun tökülməsi kifayət edir. Təkrara ehtiyac duyulduqda təkrarən su tökmək də olar. Əgər yerdəki nəzasət biraz bərk cisimdirsə, o zaman birinci onu aradan qaldırıb, sonra su tökülməlidir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidin içinə bövl edən bədəvinin arxası ilə vedrə həzmində su tökülməsini əmr etmişdir. Sonra müəllif rahimehullah təala buyurur ki, yemək yeməyən, südlə bəslənən oğlan uşağının sidiyinə yalnız su səpmə kifayət edir. Həmçinin məziyə də su səpmək kifayət edir. Müəllif rahimehullah deyir ki, yəni süd əmər oğlan uşağı namaz qılınan yerə və ya paltarın üzərinə bövl edərsə, bövl olan yerə sadəcə su səpib, yüngülcə əllə sürtmək kifayət edir. Suyun altına tutmaq, ondan su axıtmaq, ovxalamaq və ya oranı qaşımaq kimi hərəkətlər şərt deyildir. Bu hökm ana südü ilə qidalanan oğlan uşağına aiddir. Böyüklərin yeməyindən yeyən və ya quru süd, yəni kimyəvi südlə qidalanan oğlan uşağına aid deyildir. Əgər oğlan uşağı böyüklərin yeməyindən yeyirsə və yaxud kimyəvi süd, yəni quru süd qəbul edirsə, bu artıq onun sidiyi böyük insanın sidiyinin hökmündədir. Həmçinin bu süd əmər olsa da belə nədir? Qız uşağına aid deyildir. Və bu barədə Rasulullah sallallahu aleyhi ve sellem'dən varid olan hədis var, məşhur hədisdir. Onu da çoxlarınız bilirsiniz. Lakin bəzi alimlər bu ayrımı, bu təfriqin, ayrımın hikməti haqqında bəzi sözlər deyiblər. Nəyə görə? Süd əmər, oğlan uşağının sidiyi nəcasətdir, amma nəcasətlikdə yola verilir. Nəcasətlikdə keçilir. Yəni, xəfif şəkildə yumaqla kifayətlənir. Qız uşağı süd əmər olsa da belə sidiyi mütləq şəkildə nəcasət sayılır və ciddi şəkildə də yuyulmalıdır. Oğlan uşağının sidiyi nə cür yuyulursa o cür yox, daha ciddi şəkildə yuyulmalıdır. Bəzi hikmətlər qeyd etdilər. Allah bilir bu hikmətlərin doğruluğuna. Həqiqətən bu keçərli hikmətlər sayılırmı, yoxsa yox. Lakin bilmənizdə fayda var. Birinci hikmət odur ki, oğlan uşağının sidiyi daha çox yayılır, nəinki qız uşağının sidiyi. Yəni, əgər oğlan uşağı bövl etdikdə sidiyi çox yayılırsa, bu da daha çox yumaq deməkdir, bu da daha çox məşəqqət deməkdir. Şəriət bir növ o məşəqqətin qarşısını almaq üçün, o çətinliyi biraz yüngülləşdirməkdən ötəri oğlan uşağının sidiyi nəcasət olmasına baxmayaraq, onun yuyulmasını biraz nə edib? Xəfifləşdirib. Yüngülcə ora su səpib, əllə silməsi ilə keçinməyi buyurub. Bu bir. İkincisi, qız uşağının sidiyinin murdarlığı oğlan uşağının sidiyindən murdarlığı daha çoxdur. Qız uşağının sidiyi oğlan uşağının sidiyindən murdarlığı daha çoxdur. Ona görə də qız uşağının sidiyi daha pis qoxulu olur, nəinki oğlan uşağının sidiyi. Oğlan uşağının bədəninin hərarəti çox olduğu üçün sidiyin pis qoxusunu xəfifləşdirir. Bu iki. Üçüncüsü, oğlan uşağının qucaqda gəzdirmək daha çox adət halındadır, nəinki qız uşağını. Yəni, oğlan uşağı qız uşağına nisbətən əksər insanlara görə nisbətən daha sevimli olduğu üçün ona görə də oğlan uşağı daha çox qucaqda gəzdirilir. Daha çox qucaqda gəzdirilirsə, bu da daha çox oğlan uşağının kimin ki qucağındadır, onun üzərinə bövl edilməsi daha çox ehtimallıdır və bu da bir çətinlikdir, bir növ məşəqqətdir. Şəriət də bu məşəqqətin bir növ qarşısını almış olur bununla. O ki qaldı məziy. Məziyin təmizlənməsinə o kişinin övrətindən şəhvətləndiyi zaman xaric olan yapışqan və şəffaf bir mayedir. Cümlə murdar olan şeylərdən sayılır. O da nəzasətdir.
o da nəzafətdir, cümlə murdar olan şeylərdən sayılır. Lakin onun da oğlan uşağının siliyi kimi nəzasətliyi yüngüldür, paltara dəydiyi yeri üzərinə su səpməklə kifayətlənmək mümkündür. Həmçinin bədənə də dəydiyi yeri yüngülcə su ilə silmək kifayət eləyir. Və bu miqdarla kifayətlənək doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.